Salam dostlar. Bugünkü videoda yenə də mən sizlə filmlərdən, kitablardan öyrəndiyim çox pratik, işlək və maraqlı ingilis dilində ifadələrlə sizi tanış eləyəcəm. 10 ifadədən danışacağıq bugün. Gəlin çox uzatmadan başlayaq. Birinci ifadəmiz budur. Your guess is as good as mine. Your guess is as good as mine. Mən də sənin kimi deməkdir bu ifadənin mənası. Gəlin indi nümunələrə baxaq. Tələbəsən və imtahan vermisiniz və heç kim nəticələri bilmir. Gəlirsən dostundan soruşursan ki, nəticələr çıxıb, bilirsən və sən də deyirsən ki, no, I don't know. Your guess is as good as mine. Yəni bilmirəm, mən də sənin kimi. Burada məntiq nədir? Your guess is as good as mine ifadəsi işlənir. Guess təxmin deməkdir. Your guess, yəni sənin təxminin is as good as mine. Yəni sənin təxminin mənim təxminim qədərdir. Yəni sən necə təxmin edirsən, nə təxmin edirsənsə, məndə də o qədər. Yəni mən səndən çoxunu bilmirəm mənasında. Və sonuc olaraq da bu o deməkdir ki, imtahanın nəticələrini bilmirəm. Mən də sənin kimi. Your guess is as good as mine. İkinci ifadəmiz that is the last straw. That's the last straw. Bu ifadənin mənası bu deməkdir. Artıq səbrim tükəndi. Artıq bıçaq sümüyə dayandı mənalarındadır. I cannot wait any longer. That's the last straw. Mən bundan artıq gözləyə bilmərəm. Artıq səbrim tükəndi. Gəlin bu ifadənin məntiqinə baxaq. Nəyə görə bu sözün mənası that is the last straw'dur? Straw nə deməkdir ümumiyyətlə? Straw ingilis dilindən çubuq deməkdir. Hansı ki biz meyvə şirəsini içərkən istifadə etdiyimiz o çubuğa straw deyirlər. Və o bildiyiniz kimi çox yüngül bir şeydir. Bu məntiqlə ingilislər bu ifadəni yaradıblar ki, bunu belə izah eləyə bilərəm də. Əslində ingilislər də belə izah eləyir. Tutalım dəvənin belinə çoxlu əşyalar qoymusan və o qədər artıq o əziyyət çəkir ki, çox yüngül bir çubuğu onun belinə qoysan, artıq o əldən düşəcək, artıq daşıya bilməyəcək o şeyləri. Bax, bu məqamda artıq biz nə deyirik? Artıq dayana bilmirik. Artıq səbrimiz tükənir. Bax, o məntiqlə bu ifadə var. That's the last straw. Üçüncü ifadəmiz so far, so good. Bu ifadənin mənası hələ ki hər şey yaxşıdır deməkdir. Məntiq nədir burada? So far indiyə kimi deməkdir. So good, indiyə kimi yaxşıdır. İndi bunu hansı kontekstdə işlədirik? Gəlin nümunəyə baxaq. How is it going with the project? Necə gedir proyektin? So far, so good. Hələ ki yaxşıdır. Hələ ki hər şey yaxşıdır anlamında. Dördüncü ifadəmiz isə budur. I don't like to cut the corners. İfadənin mənası bu deməkdir. Başdan sovda iş eləməyi, iş görməyi sevmirəm. We have to hurry up and finish this report. Tələsməliyik, bu reportu hesabatı qurtarmalıyıq. Və sən də deyirsən ki, no, I have to spend enough time on this. I don't want to hurry. I don't like to cut corners. Başdan sovda iş görməyi xoşlamıram. Bu ifadənin məntiqi nədəndir? Corner künc deməkdir. Cut the corners, əgər sözbəsöz tərcümə eləsək, küncləri kəsmək deməkdir. Və bu ifadənin etimologiyasına baxanda ingilis dilində araşdırdım və gördüm ki, bu ifadə nə hardan gəlir? Tikinti sahəsindən gəlir. Məsələn, tutalım hansısa bir tikinti deyəndə bu taxta işlərinə məşğul olan adamlar. Məsələn, hansısa bir mebeli, şkafı və yaxud da düzəltmək istəyirlər. Daha tez başa gəlsin deyə, daha tez işi görüb qutarsınlar deyə tutalım, həmin o formanı almaq üçün necə gəldi kənarlarını kəsirlər, belə bir şey. Və bu da nə deməkdir? Başdan sovda iş görürlər, cut the corners. Və o ifadə oradan gəlir. Beşinci ifadəmiz brighten up. Brighten ümumiyyətlə parlatmaq, rəngini açmaq deməkdir. Və gəlin görək bu hansı kontekstdə işlənir. Misala baxaq. You can brighten up that skirt with a red blouse. Yəni, qara yubka geyinmirsən, həmin o qara yubkanı qırmızı kofta geyinməklə rəngini aça bilərsən. Altıncı ifadəmiz əslində elə yerinə düşüb, yaz fəsli ilə bağlı bir şeydir. Spring clean. Spring clean o bizdəki bahar təmizliyi, yaz təmizliyi deməkdir. I think it's time for a spring clean. Məncə yaz təmizliyinin vaxtıdır. Yeddinci ifadəmiz high season. Bizdə də həmin o ifadə var, sezon vaxtı. Məsələn, I should avoid traveling during high season because prices are expensive. Sezon vaxtı səyahət eləməkdən qaçınmalıyam, çünki qiymətlər bahadır. 8-ci ifadəmiz I've got my head on the clouds. Göründüyü kimi bu ifadənin mənası başım havalardadır deməkdir. İngilis dilində hava əvəzinə burada clouds, yəni bulud sözü istifadə olunur. I've got my head in the clouds today. I cannot focus on my studies.
Başım bugün havalardadır. Dərs oxuya bilmirəm. Dərsimə fokuslana bilmirəm. 9-cu ifadəmiz between you and me. Əslində sözə baxanda məlum olur nə deməkdir. Aramızda qalsın. Yəni sənlə mənim aramda qalsın. Between you and me. Between you and me, I think she's planning a surprise party. Nəhayət, sonuncu ifadəmiz. It's not my thing. Bu ifadənin mənası mənlik deyil, mənə görə deyil deməkdir. Məsələn, let's go camping this weekend. Gəl bu həftə sonu kempinqə gedək. No, it's not my thing. Yox, kamping mənlik deyil, mənim üçün deyil, mənə görə deyil anlamında. Belə dostlar, bugünün ifadələri də bu qədər. Ümid edirəm ki, ifadələr sizin üçün aydın oldu. Əgər hər hansı bir suallarınız olarsa, şərhlərdə qeyd edə bilərsiniz. Ümid edirəm ki, ifadələr sizin üçün çox faydalı olacaq. Bu ifadələri öyrənməklə qalmayın, həm də çalışın ifadələri məşq eləyəsiniz. Onların ətrafında düşünün və bir situasiya yaratmağa çalışın və öz-özünüzə danışıq məşqləri eləyin. Gələn videolarda görüşənədək sağ olun.